Zamanda yolculuq eləyərək bütün arzularınızı reallaşdıra bilərsiniz və bu mümkündür. İndi birlikdə hamımız bunu eləyə bilərik. Baxın, zaman anlayışı əslində yoxdur. Kvant dünyasında belə bir anlayış yoxdur. Siz eyni anda istədiyiniz zamanda ola bilərsiniz və əgər düşünürsünüzsə ki, siz 3 ay sonra, 5 ay sonra, 1 il sonra hər hansısa bir həyatı yaşaya bilərsiniz, hər hansısa bir versiyanıza çata bilərsiniz. Daha sağlam versiya, münasibəti olan versiyanız ola bilər, evi olan, maşını olan versiyanız ola bilər, populyar bir versiyanız ola bilər. O gələcək versiyanızla indi də danışa bilərsiniz. İndi də sanki o yenə də buradaymış kimi, bu andaymış kimi gözlərinizi yumub, onunla əlaqəyə keçib, onunla danışıb, o bunu necə bacardı? Nə məsləhət verər sizə, hansı duyğunu ötürmək istəyər sizə, hansı ipucularını vermək istəyər deyə onunla danışa bilərsiniz. Amma eyni anda da siz həmçinin keçmişə gedə bilərsiniz. Çünki psixologiyada da bu var. Psixologiya təhsilim boyunca bunu da öyrənmişəm ki, keçmişə də gedə bilərsən indiki anda. Və keçmişdə yaşadığın hər hansısa bir hadisəni də yenidən proqramlaya bilərsən, tamamilə dəyişdirə bilərsən. Məsələn, deyək ki, keçmişdə atan sənə pul vermirdi və sən pulla bağlı çoxlu negativ duyğular yaşamısan. Keçmişdə gedirsən həmin yaşına, gözlərini yumursan və həmin versiyana dəstək verirsən. Mən yanındayam deyirsən, mən buradayam. Artıq rədd edilməyəcəksən. Bundan sonra mən sənin yanındayam. Narahat olma, hər şey düzələcək və s. və keçmiş versiyanın bu hadisəyə baxış bucağını dəyişdirirsən. Ona daha çox dəstək, daha çox güc verirsən. Və təzədən indiki ana gəlib yaşayanda artıq səndə tamamilə fərqli bir keçmiş və tamamilə fərqli bir güc formalaşır. Düşünün, baxın, həm gələcəkdən enerji alırsınız, həm də keçmişinizi yenidən proqramlaya bilirsiniz. Sadəcə bir üsulla. Və bu üsullar əslində realdır, həqiqətən də realdır. Çünki psixologiyada da bu var. Və həqiqətən realdır ki, siz öz həyatınızı, özünüz, öz duyğularınızla istədiyiniz kimi proqramlayırsınız. İstədiyiniz kimi edirsiniz. Çünki hər birimizin yaşadığı həyat daxili aləmimizin yansımasıdır sadəcə.